aerohidrodinamikanın bölməsindən təzyiq Paskal qanunu mövzusunun izahlarına başlayaq. Deməli, Newton bölünsün Paskal hansısa fiziki cəmiyyətin vahidinə uyğundur. Baxın, Newton, Paskalın açılışı nədir? Newton bölünsün metr kvadratı. Newtonlar ixtisar gedir, qalır metr kvadratı. Yəni, bir variantı sahənin vahidinə uyğundur. Təzyiq vahidinə uyğun ifadə. Təzyiq Paskaldır da. Paskalda Newton bölünsün metrin kvadratıdır. Yəni, D variantı. Təzyiqi ölçmək üçün istifadə olunan cihaz manometrdir. Qazların təzyiqini ölçür. Hansı cihazdan istifadə edərək atmosfer təzyiqini ölçə bilərik? Barometr adlanan cihazla biz atmosfer təzyiqini ölçə bilərik. Deməli, səthə təsir edən 100 Newton təzyiq qüvvəsi 400 Paskal təzyiq yaradırsa, deməli, sahəni məndən soruşur. Bax, P nəyə bərabərdir? F bölünsün S-ə. Buradan S-i tapsaq, F bölünsün P-yə bərabər olacaq. F nə qədərdir? Deməli, təzyiq qüvvəsi 400 Paskaldır. Deməli, daha doğrusu, təzyiq qüvvəsi 100-dür. 100 Newton. Təzyiq isə 400-dür. İxtisar gedir, nə qalır? 0,25 kvadrat metr. Cavab olur C variantı. Verilmiş səthə perpendikulyar təsir edən qüvvə 3 dəfə azalanda təzyiq necə dəyişəcək? P nəyə bərabərdir? F bölü S. Verilmiş səthliyinə görə sahəni dəyişmirik. Və deyir ki, təsir edən qüvvə 3 dəfə azalırsa, onda P ilə F düz asılıdır. Onda P də 3 dəfə azalacaq. Yəni, cavab olur B variantı. Sahəsi 0,4 kvadrat metr olan səthə təsir edən təzyiq qüvvəsi 20 Newtondur. Səthə düşən təzyiqi hesablayın. P nəyə bərabərdir? F bölünsün isə 20 bölünsün 0,4. Bu da mənə nəyi verir? 50 Paskal verir. Cavab olur B variantı. Deməli, səthin sahəsinin sabit qiymətində təzyiqin təzyiq qüvvəsinin asılığı. Aşağıdakı məsələdə qeyd etdik ki, sahə dəyişmirsə PF-nə düz asılıdır. Cavab B variantı. Üfüqi dayaq üzərində sükunətli olan bərk cisim dayağa 800 Paskal təzyiq göstərir. Cismin oturacağının sahəsi 0,2 kvadrat metr olarsa, təzyiq qüvvəsini tapın. F nəyə bərabərdir? P isə. Yəni, 800 vurulsun 0,2 olacaq 160 Newton. İndi mətni tamamlayaq. Deməli, yer kürəsini əhatə edən hava adlanır, deməli, atmosfer. 5 getdi. Havanın yaratdığı təzyiq isə atmosfer təzyiqi adlanacaq. 2 də getdi bura. Deməli, təsir altında atmosferin yuxarı qatları deməli, alt qatlarını sıxır ağırlıq qüvvəsinin. Deməli, təsir altında atmosferin yuxarı qatları alt qatlarını sıxır. Bu sıxılma nəticəsində yaranan təzyiqə biz deyirik, deməli, təzyiq Paskal qanununa əsasən bütün istiqamətlərdə bərabər ötürülür. Nəticədə, deməli, hava yerdəki bütün cisimlərə, o cümlədən də bizə də böyük qüvvə ilə təzyiq edir. Hava 3. Deməli, normal atmosfer təzyiqi 0 Celsius temperaturda 760 mm civə sütunu yaratdığı təzyiqə bərabərdir. 4 də gedəcək bura. Yəni, cavab 5, 2, 1, 6, 3 və 4 olacaq. İzahlarına baxaq. Paskal vurulsun metr kvadratı hansı fiziki cəmiyyətin vahidinə uyğundur? Olacaq qüvvə. Necə? Baxın, Paskalın açılışı Newton bölü metr kvadratıdır. Bir dənə də metr kvadratına vururuq. Metr kvadratlar ixtisar gedir. Nə qalır? Newton. Bu da qüvvənin vahididir. Sonra watt vurulsun saniyə bölünsün metr kubu. Deməli, wattın açılışı nə idi? Joule bölü saniyə. Joule'un yenə də Newton vurulsun metr bölü saniyə yaza bilərəm. Yuxarıda bir dənə saniyə var. Metr kubu da aşağıda. Saniyələr ixtisar getdi. Metrlə metr kubunun biri getdi. Qaldı Newton bölünsün metr kvadratı. Bu da əlbəttə təzyiqin vahidinə uyğundur. Yəni, Paskal verəcək bizə. Üfüqi dayaq üzərində sükunətli olan bərk cisim dayağa 800 Paskal təzyiq göstərir. Cismin oturacağının sahəsi 0,2 kvadrat metr olarsa onun kütləsini soruşur. Deməli, təzyiqi veribdir 800 Paskaldır. Oturacağın sahəsini də veribdir 0,2 kvadrat metrdir. Gəl F-i tapaq. F nəyə bərabərdir? P isə. Deməli, 800 vurulsun 0,2. Bu bizə verəcək 160 Newton. İndi cismin kütləsini soruşur da. Bax, F də nəyə bərabərdir? M şeyyə.
M-i tapanda F-i J-yə bölməliyik, olacaq 16 kiloqram. Y variantı. Təzyiq qüvvəsinin sabit qiymətində təzyiqin qabın sahəsinin, səthinin sahəsindən asılılığı. Bax, P nəyə bərabərdir? F bölünsün S-ə. Təzyiq qüvvəsi sabit qalırsa, P S-lə tərs mütənasib asılıdır. Cavab olur B variantı. Baxaq 5-ə. Bərk cismi tərs çevirən zaman onun yerə göstərdiyi təzyiq necə dəyişəcəkdir? Bax, P nəyə bərabərdir? F bölünsün S-ə. Deməli, bu cisim elə eyni vəziyyətdə də qalır, yəni kütləsi dəyişmədiyinə görə də F dəyişməyəcək. Amma P ilə S tərs asılıdır. Əvvəl sahəsi S imiş, sonra 3S olub. Yəni sahə 3 dəfə artıb. Sahə 3 dəfə artıbsa, P ondan tərs asılı olduğuna görə o da 3 dəfə azalacaq. Yəni A variantı. Sonra təzyiqin ən böyük qiyməti hansı nöqtəyə uyğun gəlir? P nəyə bərabərdir? F bölünsün S-ə. Deməli, F bölü S daha böyük olmalıdır. Deməli, burada baxaq, ən böyük əlbəttə 1 də olacaq. Çünki F hamısında eynidir. Düzdürmü? Təzyiq qüvvəsinin ən böyük, daha doğrusu təzyiqin ən böyük olması üçün sahə ən kiçik olmalıdır. Burada da görürsünüz ki, 2, 3, 4, 5 getdikcə sahə artır, 1-də isə ən kiçikdir. Ən kiçik olduğuna görə də orada daha böyük olacaq. Cavab D variantı. Baxaq 7-yə. Təzyiq qüvvəsinin verilmiş qiymətində təzyiqin səthin sahəsindən asılı qrafiki verilmişdir. 2 nöqtəsinə uyğun deməli sahəni hesablayın deyir. Bax, P nəyə bərabərdir? F bölünsün S-ə. Düzdürmü? Gəl birinci buradan F-i tapaq. F nəyə bərabərdir? P S-ə. Deməli, bir nöqtəsinə uyğun 16 kilopaskal. Gəlin bunu çevirək. 10 üstü 3 vurulsun 2. Olacaq 32 min və yaxud 32 kilo Newton. İndi F-i tapdıq. F ikisində də eyni olacaq. Bu dəfə P-ni dəyişəcək. Onda S nəyə bərabər olacaq? F bölünsün P-yə. Yəni 32 kilopaskal bölünsün. Deməli, P-ni nə qədər verir? 4. Olacaq nə qədər? 8. 7 də olacaq, ona görə A variantı. Təzyiqin ən kiçik qiyməti hansı nöqtəyə uyğundur? Bax, təzyiq nədir? F bölü S-dir. Təzyiqin ən kiçik olması üçün birinci F-in ən kiçiyini götürməliyim. Daha doğrusu F-in ən kiçiyini götürməliyim. Götürdüm. Amma S-in ən böyüyünü götürməliyim. Harada kəsişdilər? 4-də kəsişdilər. Ona görə cavab olur D variantı. Deməli, 9. Çindəki çantanın çəkisi 200 Newton olan turistin kütləsi 70 kiloqramdır. Yer səthinə göstərdiyi təzyiq qüvvəsini məndən soruşur. İndi bax, təzyiq qüvvəsini soruşur. Aha. Deməli, çantanın çəkisi 200-dür. Oğlan kütləsi 70-dir. Onda oğlanın çəkisi nə qədərdir? 700-ü də J-yə vurmalıyıq. Olacaq nə qədər? 900. Yer səthinə göstərdiyi təzyiq qüvvəsi olacaq 900 Newton. Səthə perpendikulyar istiqamətdə təsir edən 120 Newton qüvvə 600 paskal təzyiq yaradır. Sahəni tapın. S nəyə bərabərdir? F bölünsün P-yə. Yəni 120 bölünsün 600. Deməli, qalır 5-də 1. O da olacaq 0,2 kvadrat metr. Baxaq 11-ə. Tarazlıq halında mayenin çəkisi və təzyiq qüvvəsi üçün Venn diaqramında qüvvətləri müəyyənləşdirən çəki, təzyiq qüvvəsi. İndi baxaq. Hər ikisinin vahidi Newtondur. Bəli, bir gedəcək ortaya. Mayenin sıxlığı ilə düz mütənasib asılıdırlar. Sıxlığı ilə deməli düz mütənasib asılıdır. Hər ikisində M var. Ona görə də M də rho V-dir də. Düzdürmü? Həm də P bərabərdir rho J-H-a. F də nəyə bərabərdir? Rho J-H S-ə. Ona görə də mayenin sıxlığı ilə hər ikisi asılı ola bilər. Qabın formasından asılı olmayan çəkidir. Deməli, yuxarıya doğru daralan qablar da MJ-dən böyük olur. Baxın, yuxarıya doğru daralan bir qab çəkdik. İçərisində maye var. Düzdürmü? Bax, burada F təzyiq qüvvəsi MJ-dən daha böyük olur. Bax, bu qab belə olsaydı daha çox su tutardı. Amma yuxarıya doğru daralır. Bir də hər bir yerdən bu maye molekulları da dibə doğru təzyiq göstərməyə başlayırlar. Ona görə də təzyiq qüvvəsi MJ-dən böyük olur. Eyni zamanda yuxarıya doğru genişlənən qablarda da deməli
MJ-dən daha kiçik olacaq. Deməli, baxın, belə yuxarıya doğru genişlənən bir qapısı isə içərisində maye var, düzdürmü? Burada isə F təzyiq qüvvəsi MJ-dən daha kiçik olacaq. Ona görə 4-də 5-də gedəcək bura. Baxaq 11-ə, 12-yə daha doğrusu. Aerometrin göstəricilərinə əsasən aşağıdakıları qeyd edin. Ölçmə həddi. Ölçmə həddi 1150. Düzdürmü? Sonra mayenin sıxlığı. Mayenin sıxlığı, deməli, baxın, burada göstərir. 1120. Aerometrin xətasını gəlin tapaq. Deməli, xətasını göstərək. Bunun üçün bir bölgünü tapmalıyıq. Bax, burada 1150, 140, 130. Bu deməkdir ki, 1140, 1130 bu şəkildə gedir. Sonra burada yazılıb, baxın, 1110. Sadəcə 1000 yazmayıblar da, qısa 130 yazıblar. Onda gəl bir bölgünü tapaq. Bir bölgünü də tapanda nə edirik? Gəl baxaq. Deməli, çıxaq 12-dən, 120-dən çıxaq 110-u. Aralarında bölgülərin sayı da 4. Deməli, olacaq 10 bölünsün 4, 2,5. Bir bölgüm 2,5-dir. Xətam isə onun yarısıdır da olacaq. Deməli, 1,25. Bir bölgü də 2,5-dir. Mezurkanın aşağıda qeyd olunan göstəricilərini müəyyən edin. Ölçmə həddi. Görək, birinci bir bölgü nə qədərdir? Bir bölgünü tapaq. Deməli, bura 0'dır da. Bax, 10 çıxılsın 0, bölünsün. Bölgülərin sayı 1, 2, 3, 4. 5 dənədir. Deməli, olacaq 2. Deməli, bir bölgünün qiyməti 2-dirsə, xətası da onun yarısıdır, yəni 1-dir. Onda ölçmə həddi, baxın, burada 50-dirsə, 52, 54, 56. Bura olacaq 56 santimetr. 56. Ondan sonra menzurkadakı suyun həcmi. Suyun həcmi, deməli, bura 30, 32, 34'dür. Sonra məndən cismin həcmini soruşur. Cismin həcmi isə əvvəl 34 idi, indi neçə olub? 42 olub. Onda 42-dən çıxıram 34'dür. Bu da mənə 8'i verir. Cismin həcmi də 8'dir. Təzyiq qüvvəsinin, deməli, sətin sahəsinin asılıq diaqramına uyğun, deməli, təzyiqlər azalan sırayla düz. İndi bax, azalan sırayla. İndi gəl görək harda ən böyükdür. Bax, P-in ən böyük olması üçün F də ən böyük olmalıdır. Yəni, F ən böyük işarəliyik. Amma S ən kiçik olmalıdır. Harda kəsişdi? 1-də. Deməli, 1-də ən böyükdür. Onda P1 yazaq bura. Ondan sonra 2-yə baxaq. 2-də F ən böyükdür. Amma S də böyükdür. Ona görə burada orta olacaq. 3-də isə F ən kiçik olduğuna görə, S ən böyük olduğuna görə bu da P daha kiçik olacaq. P3 də gedir bura. Yəni P1, P2 və P3. İzahları ilə gəlin davam edək. Baxaq birinci suala. Pascal vurulsun kilogram. Pascal vurulsun kilogram bölünsün joule deyir hansı fizik cəmiyyətin vahidinə uyğundur. Pascalın yerinə yazırıq Newton bölü metr kvadratı. Deməli, qələm sözümə baxmır. Metrin kvadratı. Yuxarıda bir kilogram var. Aşağıda da joule var. Joule'un yerinə gəlin yazaq Newton vurulsun metr. Newtonlar ixtisar getdi. Kilogram bölünsün metr kubu qaldı. Bu da bizə nəyi verir? Sıxlığı verir də. Sıxlığın vahididir. Bax, sıxlıq nə idi? Rho bərabərdir M bölü V-dir də. Yəni kilogram bölü metr kubu olacaq vahidi. Aşağıdakılardan hansı təzyiq vahididir? Təzyiqin vahidi Newton bölü metr kvadratı, yəni Pascaldır. Bax, burada 3-də var. Sonra joule bölü metr kubu. Joule'un yerinə Newton bölü metr yazsaq, aşağıda da bir metr kubu var. İxtisar getsə nə qalır? Newton bölünsün metr kvadratı qalır. Bu da Pascal verir. İndi gəl Newton da açaq. Kilogram metr bölünsün saniyənin kvadratı. Aşağıda da metr vur saniyə kvadratı var. Daha doğrusu metr kvadratı var. İndi bax. Bu ixtisar getsə nə qalacaq? Kilogram bölünsün saniyə kvadratı vurulsun metr. Aha, bax, bu da
mənim təzyiqim vahidi olacaq, yəni D variantı. Baxaq 3-ə. 3 eyni kub müxtəlif vəziyyətlərdə göstərilmişdir. Döşəməyə göstərdikləri təzyiq və təzyiq qüvvələri. Bax, P nəyə bərabərdir? F bölünsün S-ə. Bax, S harada daha çoxdursa, P orada daha azdır. Baxaq, 1, 2, 3. Bax, bunun sayəsini 3S deyək, oturacağın sayəsini. Buna 2S deyək, buna S deyək. Hansında daha azdır S? Daha az olan 3-də deməli, orada P daha böyük olacaq. Yəni, P3 böyükdür P2-dən, o da böyükdür P1-dən. Amma kütlələr dəyişmirdi. 3 dənə eyni kubdur hər birində. Ona görə də F-lər bir-birinə bərabər olacaq. Yəni, cavab Y variantı. Bax, 4-ə. Hər birinin tili 10 cm, kütləsi isə 25 qram olan şəkildəki 4 kubun dayağa göstərdiyi təzyiq nə qədərdir? P bərabərdir F bölü S. F-in yerinə mg yazacağım. S-in yerinə kubun tili də deməli, bir tilin veribdir. Deməli, 0,1 metr, 10 kvadrata yüksəldəcəm, olacaq 0,1. 0,1. M-in yerinə hər birinin 25 qramdırsa, 25-i vururuq 4-ə olur. Deməli, 100 qram. 1000-ə bölməli 2 kilograma çevirək. Olacaq 0,1, J-də 10. Düzdürmü? Onda bu bizə nəyi verəcək? Deməli, 100 paskalı verəcək. Masanın səthi üzərində bir-birinə bağlı 3 kub bir vəziyyətinə, 2 vəziyyətinə gətirsək, səthə endirilən təzyiq necə dəyişər? Bax, əvvəl sahəsi bizə sahə maraqlıdır da, bax, bu oturacaq. S imiş, indi 3S olub. Düzdürmü? Əvvəl S imiş, indi olub 3S. Nəyə bərabərdir? F bölünsün S-ə. Bax, yenə 3 dənə kubdur deyə, F-də mg olduğuna görə, yəni dəyişməyəcək, F dəyişməyəcək. Onda P ilə S tərs asılıdır. Bax, mənim onda S-im 3 dəfə artıbsa, P-im 3 dəfə azalacaq, yəni B variantı olacaq. Baxaq 6-ya. Poladdan hazırlanmış birciz kubların masanın səthinə göstərdikləri təzyiqlərin nisbətin məndən soruşur. Gəlin, baxaq, bərabərdir. P bərabərdir. F bölünsün S-ə. F-in də yerinə mg yazırıq, M-in də yerinə ρV yazırıq. ρVJ bölünsün S. Poladdan hazırlanıb deyə, ρ'lar eynidir. Onda P V ilə düz asılıdır. S ilə tərs asılıdır. İncə qoyaq yerinə. Deməli, birincinin həcmini tapırıqsa, onda kubun həcmi A kubudur da, olacaq 4A'nın kubu, yəni 64A kubu. İkinci isə sadəcə A kubudur. Kvadratlar, deməli, kubun sahəsi isə A kvadratıdır da, olacaq, deməli, S2 ilə A kvadratı, S1 isə 4A'nın kvadratı, yəni 16A kvadratı. A kublar gedir, A kvadratlar gedir, 64 bölünsün 16-dan tapırıq 4. Cavab olacaq Y. ABC silindirlərinin sətə göstərdikləri təzyiqlər bərabərdir. Aha, təzyiq bərabərdir. Sətlərin sıxlıqları arasında hansı münasibət düzgündür? P nəyə bərabərdir? F bölü S. Deməli, F-in yerinə yazırıq mg bölü S. Deməli, sonra M-in yerinə ρ, VJ bölünsün S. V-nin yerinə də SH yazaq da gəlin. ρ, S vurulsun H, J bölünsün S. S-lər ixtisar getdi, qaldı ρJ H. Deməli, silindirlərin təzyiqini ρJ H ilə hesablaya bilərik. Buradan ρ-nu tapsaq. P bölünsün JH. Bax, təzyiqlər eynidirsə, onda sıxlıqla H tərs asılıdır. Deməli, mənim harada hündürlüyüm çoxdursa, orada ρ-um daha azdır. Deməli, ən böyük hündürlük C-dədir də, daha doğrusu C-dədir. Ona görə də onun ρ-su daha kiçik olacaq. Deməli, ən kiçik harda, hündürlük hardadır? B-dədir. Onda onun sıxlığı daha böyük olacaq. Yəni, ρB böyükdür ρA-dan, sonra da ρC-dən. Yəni, A variantı düzgün variantdır. Prizmanın sağ tərəfə yan üstə yıxsaq, onu döşəməyə göstərdiyi təzyiq necə dəyişər? Prizmanı sağ tərəfə yan üstə yıxsaq, onu döşəməyə göstərdiyi təzyiq. Eyni prizma olduğuna görə mg-si dəyişməyəcək, yəni F dəyişməyəcək. Onda baxaq. Birinci oturacağı A-ymış, sonra yıxandan sonra olacaq bu da, bax bu, yəni 3A. Əvvəl, məsələn, sahəsi A kvadratıysa, oturacağın sahəsi, sonra olacaq 3A-nın kvadratı. Düzdürmü? Onda nə olacaq? S 3 dəfə artdığına görə P 3 dəfə azalacaq. Baxaq 9-a. Kütləsi
Deməli 40 kiloqram olan daşın səthə göstərdiyi təzyiqi kilopascal ilə hesablayın. P nəyə bərabərdir? mg bölünsün S-ə. Deməli olacaq 40'dır. Ona vuranda olacaq 400. Sayısına baxsaq. Deməli 40 vurulsun 20. Amma çevirək də gəlin santimetrə çevirək. Olacaq 0,4, 0,2. O deməli yəni 40, yəni belə santimetr kimi 10 üstlərinə çevirək. 40 vurulsun 20 vur 10 üstündə -4. Deməli bu da mənə neçəni verəcək? 500 paskalı verəcək. Cismin vəziyyətləri ilə onun dayağı göstərdiyi təzyiqlər arasında hansı münasibət düzgündür? Baxaq birinciyə. Deməli kütlələr eynidir. Elə yazaq mg sayəsi nədir? 2a vurulsun 3a, yəni 6a-nın kvadratı. Yəni 1-ə gedəcək y. İkinciyə baxsaq. mg bölünsün a 3a, yəni 3a-nın kvadratı. İkinciyə gedəcək b. Üçüncüyə baxsaq mg bölünsün a vur 2a, yəni 2a-nın kvadratı. A da gedəcək bura. Yəni y, b və a. Düzgün olur.